mərhəmətli və rəhimli Allahın adı ilə insanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara etdiklərinin bir qismini daddırsın, bəlkə onlar haqqa qaydalar. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir, qiyamətə yaxın bu ümmətin sonuncuları arasında çevrilmə, daş yağma və yerə batma olacaq. Soruşdular, ey Allahın elçisi, aramızda əməli salih insanlar olduğu halda biz həlak mı olacağıq? O buyurdu, bəli, murdar əməllər aşkara çıxdığı zaman bunlar baş verəcək. Başqa hədisdə buyurulur, canım əlində olan Allaha and olsun ki, ya yaxşı işləri əmr edib, pis işlərdən çəkindirəcəksiniz, ya da Allah öz tərəfindən sizə cəza göndərəcəkdir.